Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə dövrü cədvəlin tarixi adlı mövzunun kimya iş dəftərindən izahını bölüşməyə çalışarım. İlk suala diqqət yetirək. İlk sualda belə bir sual verilib ki, ilk dəfə Alman kimyaçısı Debreyner bəzi elementləri qruplar halında sıralamış və buna triadalar qanunu adını vermişdir. Hansı ki kitabda da var. Debreyner triadalara daxil olan elementlər üçün hansı qanun uyğunluğu müəyyən etmişdir. Deməli, biz dedik ki, triadalar qanununu, bu sualın deməli izahını, baxın, B variantında izah edəcəm. B variantında bizə elementlər verib, deyir, bunlardan 4 triada qur. Deməli, A variantını elə bu sualın üzərində izah etməyə çalışarım. Məsələn, ilk triadamızı quraq. Baxın, litium, natrium və kalium. Deməli, litium elementinin kütləsi, kütlə yuxarı hissədə yazılır da, 7. Baxın, şərtdə verilib. Litiumun kütləsi 7. Kaliumun kütləsi isə baxın 39 verilib. Kaliumun kütləsi 39. Triadalar qanununa əsasən Debreyner deyir ki, 3 ardıcıl element götürülür və bu elementlərdən ortadakı elementin kütləsi, yəni natriumun kütləsi bərabər olur digəri yuxarıda və aşağıda yerləşən elementlərin kütlələrinin cəbri cəminin yarısına. Natriumun yuxarıda yerləşən element litiumdur. Onun da kütləsi 7. 7 üzərinə gəlsin. Natriumun aşağıda yerləşən elementin kütləsi isə 39-dur. 39 bölünsün kütlələrin cəbri cəminin yarısına bərabərdir. Yəni, onların cəmi bölünsün 2 bizə verir natriumun kütləsini. 39 üzərinə gəndə 7, 46 edir. 46-nı da 2 böləndə bərabər olur 23-ə. 23 də natriumun kütləsidir. Yəni, baxın, A variantı üzərində izah edeyim. Debreyner deyir ki, hansı qanun uyğunluğu kəşf edib? Yəni, 3 element götürür. Bu 3 elementdən ortadakı elementin kütləsi ondan yuxarıda və aşağıda yerləşən elementlərin kütlələrinin cəbri cəminin yarısına bərabərdir. Qanun bunu ifadə edir. Deməli, birinci triadamızı düzəltdik bu elementlərdən. Litium, natrium, kalium. İkinci triadamız berilyum, magnezium, kalsium. Deməli, kalsiumun kütləsinə baxaq, burada 40-dır. Berilyumun kütləsi neçədir? Baxın, 9. 40 üzərinə gəlinsin 9. Bərabər olur 49-a. 49-u da bölürəm cəbri cəminin yarısı 2-yə. Bu da bərabər olur 24,5-ə. Yəni, təqribən 24. 24 də nəyin kütləsi? Magneziumun kütləsi. Baxın, 24. Ortadakı elementin kütləsi ondan yuxarıda və aşağıda yerləşən elementlərin kütlələrinin cəbri cəminin yarısına bərabər oldu. Daha sonra bu birinci, ikinci triadamızı düzəltdik. Keçək üçüncü triadamıza. Kükürt, selen, tellur. Kükürdün kütləsi 32. Tellurda 128. 32 ilə 128-i mən toplasam, bərabər edir 160 bölünsün 2, 80. Təqribən selenin kütləsi burada neçə verilib? 79. Təqribən, yəni 79 tam neçə? Bizə verir 80-i. Daha sonra bu üçüncü triadamız idi. Dördüncü triadamız isə alüminium, gallium, bir də indium. Alüminiumun kütləsi 27-dir. Indiumun kütləsi 111-dir. 27 ilə mən 111-i toplasam, bu zaman bərabər olur 138-ə. 138-i də 2-yə bölsəm əgər, mənə bu təqribən 110, deməli 138-i 2-yə böləndə 110 təqribən 5, 116, 115 təqribən verəcək. Bu da galliumun kütləsidir. Ona görə də dördüncü triadamızı da düzəltdik. 4 triada düzəldi elementlərdən. Növbəti bizə oktavalar qanununu verib. Deyir ki, Newlandın tərtib elədiyi cədvələ əsasən hidrogenlə hansı elementlər oxşar xassəyə malikdir? Biz dedik ki, oktavalar qanununda deyilirdi ki, hər birinci element özündən sonra yerləşən 8-ci elementlə oxşar xassə daşıyır. İndi biz hidrogendən nömrələməyə başlasaq, hidrogeni 1 işarələsək, 1, 2, 3, 4, 5, 6, 7, 8 düşür flora. Deməli, hidrogen florla oxşar xassə daşıyır. Hidrogenlə məsələn flor oxşar xassə daşıyır. Sonra flordan başlasam nömrələməyə 1, 2, 3, 4, 5, 6, 7, 8 xlor. Deməli, hidrogen, flor, xlor, brom, daha sonra yod məsələn üst-üstə düşür. Bu elementlər oxşar xassə daşıyır. Newlandın tərtib elədiyi cədvələ əsasən birinci element dövrü olaraq özündən sonra gələn 8-ci elementlə oxşar xassə daşıyır.
B-də deyir ki, oktavalar qanununa görə natriumdan əvvəl və sonra gələn xəstələri, onun xəstələrinə oxşar olan elementi müəyyən edin. Natriumdan başlasaq nömrələməyə. Natriumu 1 götürsək, baxın 1, 2, 3, 4, 5, 6, 7, xlor 7, kalium 8, 8-ci element kalium. Deməli, birinci element, məsələn, natriumu mən 1 ilə işarələsəm, növbəti 8-ci element düşür kaliuma. Kalium, deməli, natriumla oxşar xəstəliyi ola bilər. Məsələn, bu dövrü getsə, yəni bu dövrü baş versə, məsələn, kaliumdan nömrələməyə başlasam, 1, 2, 3, 4, 5, 6, 7, 8 məsələn düşürmüsə, bu əslində indi hal-hazır üçün doğru deyil. Çünki mis əlavə yarımqrup elementidir. Yəni o dövrki Newlandın tərtib elədiyi cədvələ əsasən misdən başlasam 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrələsəm, məsələn, ribidiumla oxşar xəstədir. Əslən, əsas yarımqrup elementlərini götürsək, sonra gəlir növbəti ardıcıllıq olaraq sezium. Oxşar xəstəliyi elementlərə aiddirlər. Bu da niyə belədir? Çünki hər bir birinci element, yəni elementin üzərinə mən barmağımı qoyub 1 kimi qəbul eləsəm, növbəti dövrə fırlanan, yəni 8-ci element artıq birinci elementlə oxşar xəstə daşıyacaqdır. Üçüncü suala baxaq. Üçüncü sualda bizə deyir ki, Mendeleyevin tərtib elədiyi dövrü cədvəldə elementləri üfüqi sırada hansı xəstələrinə görə düzmüşdür? Kitabda da yazılıb ki, həm Mendeleyev, həm Lothar Meyerin cədvəlində elementlər atom kütlələrinin artması sırasına əsasən düzülmüşdürlər. Dördüncü suala baxsaq, burada Mendeleyevin deyir ki, kəşf elədiyi cədvəldə bəzi xanalar boş buraxılmışdır və deməli bunun hansı elementlərdir? 4 dənə element var idi. Hafnium, kalium, germanium və skandium elementləri. Bu elementlərin deməli yerləri boş buraxılmışdır. B variantında da deyir ki, buna nəyə əsasən o yerlər boş buraxılmışdır? Bu da belə izah eləmək olar ki, yəni Mendeleyev həmin elementləri ümumiyyətlə dövrü qanununu kəşf eləyəndə dövrlüyə görürdü ki, burada bəzi uyğunsuzluqlar var məsələn. Yəni müəyyən edirdi ki, bu element burada məsələn fərqli digər elementlər ola bilər, amma həmin elementlər hələ müəyyən qədər kəşf olunmamışdı. Ona görə də onların yeri boş saxlanılmışdı. Artıq kəşf olunduqdan sonra isə həmin elementləri müəyyən etmişdir. 5-ci suala baxaq. Deyir ki, triadalar qanununa görə boşluğa uyğun olan elementin təqribi kütlə ədədini müəyyən edin. Birinci kükürt, selen və X elementi verilib. Kükürdün kütləsi 32-dir. Selenin kütləsi verilib 79. X elementin kütləsi məlum deyil. X ilə işarələyək. Triadalar qanununa görə ortada yerləşən elementin kütləsi təqribən, yəni 79, təqribən bərabərdir. 32 üzərinə gəlsin X. X elementin kütləsini bilmirik neçədir. Ondan yuxarıda və aşağıda yerləşən elementlərin kütlələrinin cəbri cəminin yarısına bərabərdir. Və buradan deməli 32 üzərinə gəlsin X bərabər olur. 79 vurulsun 2, deməli 158-ə. X də təqribən bu belə. X də bərabərdir məsələn 126. Təqribən desək ki 126 tam neçə eləyəcək? Yəni 127, 128, təqribən 128 götürə bilərik. Tellur elementi olmalıdır, səhv eləmirəmsə.